Dostlar salam. Bugünkü videonun mövzusu çox geniş, maraqlı və faydalı olacaq. Bugün biz otaq termosatları haqqında danışacağıq. Ona görə özünüzə çay, qəhvə və ya popkorn hazırlayın və ekrana yaxın əyləşin. Bugün danışacağımız otaq termosatları KAS brendinə aiddir və ümumiyyətlə bütün sistem KAS-ındır. Qeyd etmək istəyirəm ki, mənim və mənim komandamın KAS və KAS-ın Azərbaycanda rəsmi nümayəndəsi olan Asklima şirkəti ilə yaxın dostluq əlaqələrimiz var, əməkdaşlıq edirik. Hətta KAS-ın zavodlarında da olmuşuq və mən bu yaxınlarda mağazada olanda mənə yeni model KAS otaq termosatını göstərdilər. Dostum Zaur xahiş elədi ki, bunu incələyim. Bu adi otaq termosatı deyil. Bu deməli mobil telefonla idarə oluna bilən termostatdır. Bu otaq termosatı nümunə olaraq gətirilib. Mən hələ bunu qoşmamışam, funksionalından xəbərim yoxdur. İstədim bunu incələyim və sonda qərara gəldim ki, gəlin ümumiyyətlə KAS-ın bütün otaq termosatları, onların qoşulması haqqında video çəkim. Çünki bu cihazların qoşulmasında əməlli başlı problemlər var. Yəni insanlar, ustalar bunu necə qoşmaq lazımdır, necə idarə etmək lazımdır, bunu bilmirlər. Ev sahibləri də bəziləri düşünür ki, bu artıq pul xərcidir, pul tələsidir və şirkətlər bunu ancaq pul qazanmaq üçün satırlar. Yəni bu mifləri deməli dağıtmaq istəyirəm və ustalara başa salmaq istəyirəm bunu necə qoşmaq lazımdır. Yəni elektrik bunun qoşulmasını bilməlidir. Bu birmənalıdır. Əgər sizin elektrikiniz otaq termosatını qoşa bilmirsə, o elektrik deyil, çox güman ki. Usta belə olur, bu nədir? Vay aman, vallahi adamı söyərlər. O sadəcə bir həvəskardır. Çünki arxasında sxemi var, təlimatı var və bu cihazı qoşmaq üçün sadəcə orta texniki və ya orta təhsil kifayət edir. İndi mən 90-cı illərdə oxumuşam. 7-ci sinif fizikasını keçən hər bir insan bu otaq termosatını məncə asanlıqla quraşdırıb elektrik şəbəkəsinə qoşa bilər. Bu videoda biz aktuator idarə etmə blokun ya kommutasiya bloku, indi hər kəs bir cür deyir buna. Bunu necə qoşmaq lazımdır və bu blokun nə üçün lazım olduğunu sizə başa salacağam. Müəyyən hallarda bu blok ümumiyyətlə lazım deyil, amma bir çox hallarda bu bloksuz keçinmək mümkün deyil. Ona görə də video sonacan izləyin və siz bu blokun necə qoşulduğunu və nə üçün lazım olduğunu biləcəksiniz. Əslində bunu qoşmaq da çox asan bir məsələdir. Dostlar, bu KAS-ın deməli 3 modeldən ikincisi olan otaq termostatıdır. Modelin biri sadəcə burada belə təkəri var və temperaturu təxmini tənzimləyirsiniz. O ən büdcəli modeldir. Sonra bu gəlir. Sonra ümid edirəm ki, bu model gələcək. Wi-Fi ilə idarə olunan, mobil telefonla idarə olunan termostat nə üçün lazımdır? Buna da gələcəyik. Otaq termosatının funksiyasını və nə üçün olduğunu başa salmaq istəyirəm. Əminəm ki, bu videonun altında divan ekspertləri yazacaqlar ki, bu pul tələsidir. Kombidən istədiyim temperaturu qoyuram və otaqdakı temperaturu alıram. Belə işləmir bu məsələ. Deyək ki, sizin 3 yataq otağınız var və 3 yataq otağında dünya görüşünə və hisslərinə görə fərqli insanlar yaşayır, belə deyək, bəsit formada. Hərəsi bir temperaturda yatmağı xoşlayır. Məsəl üçün, mən bu yaxınlarda bir müştəri ilə görüşmüşdüm. Şikayət edirdi ki, mənə soyuqdur, mən yata bilmirəm, otaqda 29 dərəcə isti var idi. Bu temperaturda ancaq türk hamamı ola bilər. Amma adam bu temperaturda yatır. Və təsəvvür eləyin ki, yəni bu temperaturda bütün otaqları etmək qeyri-mümkündür. Çünki başqa otaqlarda yatan adamlar üçün bu həddindən artıq çox olacaq. Ona görə də təyinatına görə fərqlənən otaqlarda fərqli də temperatur olmalıdır. Yataq otaqlarında da həmçinin kimsə isti xoşlayır, kimsə soyuq xoşlayır və bunu kombidən bir temperatur qoymaqla bütün otaqlarda fərqli temperatur əldə etmək mümkün deyil. Əgər sizdə radiatordursa,
Onda siz nə etməlisiniz? İsti olanda durub vintili bağlamalısınız, otaq soyuyanda da yeni açmalısınız və hər dəfə bu proseduru eləməlisiniz. Yəni bu çox narahat, çox çətin, çox yorucu bir prosesdir. Və ya hamam otağında temperatur daha yüksək olmalıdır, yataq otağında isə aşağı. Yeri gəlmişkən yataq otağı üçün normativ var. Yataq otağının temperaturu 16-dan 20 dərəcəyə qədər olmalıdır. Çünki yataq otağı soyuq olmalıdır. Soyuq olanda biz normal yuxu ala bilirik və səhərlər gümrah oyanırıq. İnsanın daimi olduğu yerdə, yəni bu mətbəxdir, qonaq otağıdır. Burada temperatur artıq 22-24 dərəcə ola bilər. Avropa üçün bu 22 dərəcədir, Azərbaycan üçün isə 24 dərəcə. Və ona görə də hər yerdə fərqli temperaturu əldə etmək çox çətin məsələdir. Radiatorlarda bunu termostatik vintillə həll etmək olar, amma bunu da hər zaman etmək mümkün olmur. Pərdə məsələləri var, pərdənin dalında olanda termostatik vintil korrekt işləməyə bilər və s. Ona görə də otaq termostatı istifadə olunur. Otaq termostatı sayəsində siz bütün otaqlarda fərqli temperatur yarada bilərsiniz. Yəni belə deyək ki, mikroiqlim yarada bilərsiniz. Yataq otağında 18 dərəcə, qonaq otağında 22 dərəcə, hamam otağında 26 dərəcə, misal üçün. Və otaq termostatının digər üstünlüyü ondan ibarətdir ki, otağınız lazım səviyyəyə gəlib çatanda oradakı istilik qurğusu, bu isidilən döşəmə də ola bilər, radiator da ola bilər. Onu söndürməklə qaza da qənaət etmiş olur. Yəni boş-boşuna həmin otağa əlavə enerji xərcləmir. Buna görə də otaq termostatı bizə əlavə olaraq qənaət də verir. Bəs yaxşı, mobil telefonla idarə olunan otaq termostatı nə üçündür? Bu cür qurğu bağ evlərinə daha çox yararlıdır, düşünürəm. Deyək ki, qış vaxtı təbii ki, istilik sistemini söndürmək olmur. Onun temperaturunu azaldılar ki, evdə rütubət, nəmişlik və s. kif əmələ gəlməsin. Yəni siz həftənin bütün günləri, deyək ki, 1-ci gündən 5-ci günə qədər evdə 18 dərəcə istilik eləyə bilərsiniz. Amma bağa gəlməmiş mobil telefondan temperaturu qaldıra bilərsiniz və temperatur 24 dərəcə və gəlib artıq isti evə girəcəksiniz. Yəni soyuq evə gəlib temperaturu qaldırıb bir neçə saat gözləməyə ehtiyac qalmayacaq. Bu cür qurğularda adətən proqramlaşdırma da olur, həftəlik proqramlaşdırma. Yəni günün hansı hissəsi, hansı temperatur olsun, hansı hissəsində ümumiyyətlə sönsün və misal üçün 5 gün işləməsin, ancaq 6 bazar işləsin. Yəni bu cür proqramlaşdırma olur. İndi təbii ki, mən bunu incələməmişəm, amma ümid edirəm ki, bu termostatda bu funksiya da var. Və yəni adətən otaq termostatlarına ailə üzvlərinə siz icazə verirsiniz. Ailə üzvləri bütün sistemə qoşula bilir və məsəl üçün hər kəs öz otağındakı temperaturu ayrıca tənzimləyə bilir. Amma bağ evlərində dediyimiz zaman, yəni bu o demək deyil ki, bu ancaq bağ evləri üçün yarayır. Siz öz evinizdə də bunu quraşdırıb bir ssenari eləyə bilərsiniz ki, həftənin hansı günləri hansı temperaturda işləsin. Misal üçün 1-ci gündən 5-ci günə qədər ailənin bütün üzvləri işə və ya dərsə gedir və 9-dan 5-ə kimi evdə heç kəs olmur. O ərəfədə biz otağın temperaturunu daha aşağı eləyə bilərik, amma evə qayıdanda daha yuxarı və beləliklə də evə gəldiyimizdə artıq yəni komfortlu, isti bir məkana qayıdacağıq. Gün ərzində isə boş-boşuna evi lazım olan səviyyədə qızdırmayacaq otaq termostatı və beləliklə də yəni qaza qənaət eləyəcək. Yəni bu qədər ağıllı bir qurğudur. Otaq termostatların isti üçün, soyuq üçün və ikisi də birində olanları olur. Dostlar, iş üçün bizə nə lazımdır? Minimum sayda alət, aktuator idarə etmə bloku, termostat, aktuatorlar, təbii ki, kollektor da lazımdır bizə. Kollektorun əvəzinə mən belə bir klapandan istifadə edəcəm. Klapan deməli hərəkətini göstərəcəm sizə. Bağlananda, açılanda necə olur? Birinci növbədə qeyd etmək istəyirəm ki, təlimatları mütləq oxumaq lazımdır. Çox adam ev sahibinə də aiddir bu məsələ. Ustalara da təlimatı götürüb tullayırlar. Və ya bir neçə dəfə olub ki, təlimat ola adam mənə zəng vurur və deyir ki, burada belə bir şey var, bu necə qoşulur? Deyirəm, qardaş, burada türkcə yazılıb da, türk dilində hamı seriallara baxır, türk dilini bilir.
və ya ingiliscə yazılıbsa okey. Bunun üçün Google Translate var. Orada tərcümə eləyib, yəni eləyə bilərsiniz. Elektrik işarələr ümumiyyətlə beynəlxalqdır. Onları oxumaq lazım deyil və hər bir elektrik onları müəyyən səviyyədə bilməyə borcludur. Məsəl üçün burada var L, N, com, no. Yəni bunu elektrik bilməlidir. Bu bunun vəzifə borcudur. Onu bilmirsə malyarların xətrinə dəyməsin, rəngsazların xətrinə dəyməsin, gedib rəngsaz işləyə bilər, alçıpan ustası ola bilər və s. Amma elektrik yox. Təlimatı atmayın, hər zaman təlimata uyğun iş görün. Bu həm təhlükəsizliyi təmin edəcək, həm də ki, bu və ya digər qurğunu montaj etməkdə sizə kömək edəcək. Əgər bir qurğunu artıq 5-6 dəfə, nə bilim 3 dəfə qoşmusunuzsa və sizə təlimat ehtiyac yoxdursa, o başqa məsələ, yenə də onu saxlayın. Biz bütün işlərimizdə təlimatlar üçün bir qutu ayırırıq, təlimatları ora yığırıq, hər bir məhsulların, istər elektrik cəhətdən, istər qazandır, trapdır və s. olan hamısının təlimatını yığıb müştəriyə təhvil veririk və tapşırırıq ki, xahiş edib bunu itirməyin. Əgər təbii ki, bu qurğunu bir neçə dəfə quraşdırmısınızsa, o zaman təlimata baxmaya bilərsiniz. İndi isə keçək aktuator idarə etmə blokuna. Yandan düymələri var. Elə basdıqda açılır. İçində bir ədəd də təlimat. Bunu itirənlər üçün burada təlimat var. 4 cür otaq termostatı qoşmaq olar bura və ümumiyyətlə sistemin ardıcıllığı. Və deməli burada sıxacılar var. Kabelləri sıxmaq üçün bu bizə lazım deyil bu videoda. Bu aktuator idarə etmə bloku bizə hansı hallarda lazımdır? Aktuator idarə etmə bloku bizə yalnız o halda lazımdır ki, bizdə istilik sisteminin bütün konturları bağlanır. Deyək ki, sizin 5 dənə radiatorunuz var. Hər radiatora siz otaq termostatı qoymusunuz və bütün radiatorlar bağlanır. Bütün radiatorlar bağlanırsa kombi qaynadacaq. Yəni kombinin isti suyu dövrə etməyə yeri yoxdur və kombi qaynadacaq. Ona görə də bu plata başa düşür ki, bütün aktuatorlar, ona qoşulan aktuatorlar bağlandı. O zaman bunun çıxışı var. Bu çıxış kombiyə və qazana bağlanır. Qazanı da söndürür. Amma qazanı necə söndürür? Qazanı və ya kombini istilik sistemini söndürür, amma isti su hissəsi aktiv qalır. Yəni siz isti su əldə edə biləcəksiniz. Amma istilik sistemimiz artıq işləməyəcək. Və hər hansısa bir otaq soyudusa, orada otaq termostatı komanda verdisə ki, məsələn, bu otağı qızdırmaq lazımdır. Bir müddət sonra burada gecikmə funksiyası var, ləngitmə funksiyası var. Hardasa 5 dəqiqəyə yaxın bir müddət olmalıdır, səhv etmirəmsə. 5 dəqiqədən sonra otaq yenidən qızdırılmağa başlayır. Yəni kombiyə komanda gedir, kombi alışır və deməli sistemi qızdırmağa başlayır. Ləngitmə funksiyası nə üçün lazımdır? Aktuatorlar dərhal açılmır. Bunların açılması üçün 3-5 dəqiqə vaxt tələb olunur. Bu açılmamış qazan işə düşərsə yenə də qaynada bilər, qəza rejiminə düşə bilər. Ona görə də plata qazanın komandasını ləngidir. Əlavə olaraq plataya deməli nasos da qoşula bilər, bir ədəd. Nasos da deyək ki, sizin bir kollektorunuz var, üzərində qarışdırıcı qrup var və demək bütün aktuatorlar bağlandı. Nasos həm boş-boşuna işləyib elektrik enerjisi sərf edəcək, həm də ki dövriyyə olmadığına görə qızıb sıradan çıxa bilər. Ona görə bu deməli qurğu həmin nasosu da söndürə bilər. Yəni bunun üzərində əlavə 2 çıxış var. Qazanı və nasosu idarə etmək üçün. Yəni bu panel sizə yalnız bu hallarda lazım olacaq ki, bütün konturlar bağlanır. Amma misal üçün sizin 5-6 radiatorunuz var və bir dəsmal qurdanız var. Bütün radiatorlar sönsə də kombi dəsmal qurdanın içində dövriyyə eləyəcək və buna görə də qaynatmayacaq, qaynama baş verməyəcək kombidə. O zaman bu bloku alıb evinizə quraşdırmaya bilərsiniz. Yəni o zaman mən sizinlə razı ola bilərəm ki, bu artıq xərcdir. Hətta biz belə bu hallarda
bu sistemdən istifadə etmirik. Amma yəni bütün sahə isidilən döşəmədir. Bütün sahə isidilən döşəmə sistemi olanda biz elektrikli dəsmal vurudanlardan istifadə etməyi tövsiyə edirik müştərilərə. Çünki isidilən döşəmə aşağı temperaturludur və aşağı temperaturlarda dəsmal vurudan çox böyük də effekt vermir. Və isidilən döşəmənin hər yerinə biz otaq termostatları qoyuruq, hətta hamam otaqlarına belə. Və onlar hamısı bağlananda, yəni yenə də kombidə qaynama baş verə bilər. Ona görə də biz bu qurğulardan istifadə edə bilirik. Qiymətini dəqiq bilmirəm, rəylərdə soruşmayın. Kasın bütün satıldığı yerlərdə siz bu qurğunu əldə edə bilərsiniz. Ən azı sifariş verə bilərsiniz. Qiymətindən həqiqətən də xəbərim yoxdur. Yəni biz demirəm ki, bunlardan istifadə eləmirik. Sadəcə mən qiymətləri yadımda saxlamıram. Artıq bu qurğudan bəlkə bir 10 dənəyə yaxın biz quraşdırmışıq. Heç vaxt otaq termostatlarından istifadə etməmişik, yalan nə deyim. Amma aktuator olaraq çox vaxtı yalnız kas istifadə edirəm. Niyə görə? Çünki qiymətinə və keyfiyyətinə görə idealdır. Kas olmağına baxmayaraq görə bilərsiniz ki, kamera tuşlansın bura. Made in Germany. Yəni bu üstündə kas yazılmağına baxmayaraq türk malı deyil, bu Almaniyada istehsal olunur və kas onu alır, sadəcə sifarişlə üzərinə kas yazır. Yəni bu qədər. Və bazarda olan digər aktuatorlardan qiymət baxımından xeyli fərqlənir. Kasın otaq termostatlarından niyə istifadə etmirik? Keyfiyyətsiz mal deyil, ona görə yox. Çox vaxt xarici görünüşü müştəri seçir və ona görə də yəni bu bizə aid deyil. Son vaxtlar Çin məhsulları daha populyardır. Amma bugün incələyəcək, görək bu qurğuların nə funksiyası var. Bir dənə də onu bilirəm ki, bunlar bazarda olan digər otaq termostatlarından qiymətinə görə xeyli sərfəlidir. Bu video heç bir reklam xarakteri daşımır. Buna görə mən heç bir pul da almıram. Sadəcə düşünürəm ki, bu video insanlara çox faydalı olacaq. Çünki son 2-3 ayda bəlkə də bir 5-6 dənə deməli problemli işlə rastlaşmışam. Harada ki, bunları səhv qoşublar və ya qoşa bilməyiblər və ümumiyyətlə cəfəng qoşublar. Ona görə də bu videonu çəkməyə qərara gəldim. Dostlar, indi isə bu avadanlıqları bir-biri ilə əlaqələndirək və onların elektrik bağlantısını edək. Başlayaq otaq termostatından. Bu bizdə smart termostatdır və arxada gördüyünüz kimi bağlantı işarələri var. Əgər bunların nə işə yaradığını bilmiriksə, onun təlimatını tapırıq təbii ki. Elektrik bağlantıları. Prinsipcə burada olan, burada da əks olunur. Burada biraz çapı keyfiyyətli deyil, çap qaçıb yerindən. Amma biz görə bilərik ki, burada N, L və L1 var. Deməli, bizdə neytral 0 buradan girir, faz isə buradan girir. Yəni, neytral 1-dən, faz isə 2-dən daxil olur. Və artıq çıxanda L1-dən keçir. Bilərik ki, bu normalda açıq kontaktdır. Komanda gələndə bu kontakt bağlanacaq. Və əlavə olaraq burada 2 dənə çıxış var. COM və NO. Bu da normalda açıq kontaktdır. Bu kontaktı misal üçün əlavə istifadə edə bilərik. Bu artıq 6 və 7 NTC sensordur, yəni yer sensoru. N sensorunu bura qoşaraq döşəmənin temperaturuna nəzarət edə bilərsiniz. İndi bunu qoşanda baxacağıq ki, tənzimləmələrdə bunu nə cür seçmək olar. Yəni burada düşünürəm ki, bir sualımız qalmadı. 0 buradan girir, Lord-də desək, fazı isə 2-dən, 3-dən artıq komanda çıxır. Yəni idarə etmə kabeli çıxır və aktuator idarə etmə blokuna gəlir. Və buradan belə qənaətə gəlirik ki, ümumiyyətlə bütün otaq termostatlarına 3 kabel atmağa kifayətdir. Yəni kollektorun yanından otaq termostatına mütləq 3 dənə naqil gəlməlidir. Çox ola bilər, amma az ola bilməz.
Az ola bilər yalnız o halda batareya ilə işləyən termostatlar var. Onları yalnız 2 kabel kifayət edir. Amma niyə batareyadan istifadə eləyək, əgər bizim evdə həmişə 220 gərginlik varsa? Çünki batareyanı dəyişmək lazımdır ara sıra və s. Ona görə də mütləq deməli 3-ün 1,5-a maksimum və ya 3-ün 0,75-ə, 3-ün 0,5-ə, yəni bu şəkildə kabelləri ata bilərsiniz. 3 naqil lazımdır. Qutunun özünə, termostat olacaq qutunun özünə 220 volt vermək lazımdır. Onu kollektorun yanına vermək lazımdır. İkinci termostatda daha bəsitdir. Burada da gördüyünüz kimi N, L və L1 var. Görürsünüz L1 3 amper. Yəni 0 buradan girir, faza buradan girir. Artıq idarəetmə fazası L1-dən çıxır. Yəni çox sadədir bunu. Burada yəni baş çıxartmağa ali təhsil lazım deyil. Əlavə deməli normalda açıq bir kontaktı var. Bu kontaktı da qazanı idarə etməsinə istifadə etmək olar. Bu da o deməkdir ki, bu cür termostatların bir dənəsini kabel çəkməklə kombinə əlaqələndirmək olar və hər hansısa bir otağa görə kombini işə salıb söndürmək olar. Yəni siz kombin funksiyonalını dəyişə bilməyəcəksiniz. Sadəcə kombidə bir temperatur qoyacaqsınız, 50 dərəcə deyək ki, və qoyacaqsınız bunu qonaq otağına. Burada da qoyacaqsınız 24 dərəcə. Qonaq otağında 24 dərəcə olan kimi kombi sönəcək. Yəni bu qədər. Keçirik aktuator idarə etmə blokuna. Aktuator idarə etmə blokunun bizdə deməli belə bir təlimatı var. Burada təlimat ingiliscədə var, deməli türk dilində də var. Mən bildiyimə görə yəni istifadə eləmirəm bu təlimatı, amma təlimatda hər şey çox rahatdır. Bax, bir də qayıdaq bu termostata. Görürsünüz də burada N, L, L1 var. Həmin şey burada da var. Baxıb görə bilərsiniz. L, N, L1. Və burada artıq aktuator işarəsi var. Bu son iki klema aktuatora bağlanır. Aktuatorun da bağlanmağı çox asandır. Görürsünüz ki, iki rəngdə kabeli var. Bunların polarnosti fərq etmir də, yəni belə də bağlaya bilərsiniz, çevirib belə də bağlaya bilərsiniz. Bu önəmli deyil. Əsas düzgün klemaya bağlayasınız. Yəni gördüyünüz kimi 1, 2, 3, 4, 5, 6, 7, 8 otağa bu bloku istifadə eləmək olar. Yəni 8 otaq termostatı bu bloka qoşmaq olar və burada artıq hər otağın termostatına bax, buradan L gedəcək, faza gedəcək, buradan neytral gedəcək və idarəetmə fazası L1 bura qayıdacaq. Məsələn, bu L1 fazası termostat ki işə düşdü ki, otağı qızdırmaq lazımdır. Bura faza gələcək və buna qoşulan aktuator açılacaq boruya. Bu radiator da ola bilər, istidən döşəmə sistemi də ola bilər. Həmin boruya isti su gedəcək və otağın qızdırılması başlayacaq. Yəni düşünürəm ki, burada çətin bir şey yoxdur. Əlavə olaraq aktuator idarəetmə blokunun üzərində də bu işarələr var. L, N, L1 və aktuator. Yəni burada hər şey məncə anlaşıldı. İndi biz bunu bir yerdə qoşacağıq. Və bizim burada əlavə deməli klemalarımız var. Bu gördüyünüz kimi power, yəni güc buradan bağlanır. L, N. Çalışırıq ki, bunların polarnosti yerində olsun. Yəni faza 0-0'a bağlansın. Torpaqlama xətti var. C1 kleması var və S1 kleması var. C1 və S1. Baxırıq bura. S1, C1. Oxuyuruq. Nə var burada? S1. Sıcaq su sirkulyasyon pompası. Yəni, okey, başa düşdü. C1 kazan için gelimsiz çıxışı bağlantı kontrolu. Qısaca olaraq bu qazanın termostatına bağlanır. Qazanın altında bütün qazanlarda, kombilərdə, Çin istehsalı olanlarda o hətta bayırda olur, belə bir körpü olur, kabel körpüsü. O körpü açılır, kabelləri bura bağlanır. Və o körpü açılanda qazan fasiləyə gedir
Bu nə üçün lazımdır? Deyək ki, bizim 8 otağımız var və 8 dənə radiatorumuz var. Bu radiatorların hamısı bağlananda dövriyyə kəsiləcək və qazan qaynada bilər. Qazanın qaynatmaması üçün, yəni çünki dövriyyə eləyə bilməyəcək su, qazan qaynaya biləcək. Qazanın qaynatmamaq üçün buradan 2 kabel atılır qazanın yanına və qazanın otaq termostatı deməli klimasına qoşulur. Yəni bu aktuatorlar bağlanan kimi plata xəbər verir qazana ki, sönmək lazımdır. Qazan sönür. Qazan deyəndə kombi nəzərdə tuturam, çünki kombi sözündən xoşum gəlmir. Qazan sönür, yalnız isti su rejimi qalır. Yəni siz hər dəfə isti suyu açıb rahatlıqla istifadə edə biləcəksiniz, amma istilik sistemi işə düşməyəcək. Ta ki o vaxta kimi bunlardan biri açılmayana qədər kombinin istilik sistemi işə düşməyəcək. Bunlardan biri də, otaq termostatlarının biri də işləsə, burada deməli gecikmə funksiyası var, belə deyək. Yəni bir 3-5 dəqiqə gözləyir, sonra kombiyə xəbər verir. Bu da nə üçün lazımdır? Aktuatorlar yəni dərhal açılmır. Onların açılması üçün 3-5 dəqiqə vaxt lazımdır. Yəni bu açılmamış qazan işə düşsə, yenə də dövriyyə olmayacaq və qazan qaynada bilər. Qazan da 2-3 dəfə qaynadandan sonra onun manjetləri və s. sıradan çıxacaq. Yəni xoşa gəlməz bir haldır. Ona görə də plata bunu elə bir yuvadır prosesi. 3-5 dəqiqə yuvadır, ondan sonra komanda verir. Həmin anda artıq aktuator açıq vəziyyətdə olur. Bu belə. C1 deməli sirkulyasiya nasosuna qoşulub. Bu dəngəqabıdan sonra olan nasos ola bilər. Yəni buradan birbaşa 220 gedir nasosa. Yəni bu bütün otaq termostatlar bağlanandan sonra nasosu da söndürür. Bu da həm qənaətdir, həm də nasosun ömrünü uzadır. Yəni bu da həmçinin yuvanma ilə işləyir. Yəni bu ola bilər ki, isidilən döşəmə sisteminin kollektorunun üzərinə qoymusunuz. Orada qarışdırıcı qurğunun üstündə nasos var. O nasosu da bura qoşa bilərsiniz. Və vacib deyil ki, siz otağın 8-ini də qoşasınız, 8 termostatın 8-ini də qoşasınız ki, bu funksiya işləsin. Yox, bura cəmi 2 termostat da qoşsaz, bu qazanı söndürmək və nasosu söndürmək funksiyası da aktivləşəcək. Hətta bir dənəsini də qoşsaz, yəni bu funksiya aktivləşəcək platanın üzərində. Burada deməli 220 cərəyan indikatoru var. Yəni bura 220 verdiniz, qırmızı işıq yandı. Bu otaqların indikatorları da 1, 2, 3, 8 dənədir ümumiyyətlə. Bu isə artıq nasosun və qazanın işləyib işləməməsini göstərən bir indikatordur. İndi isə bu məsələni qoşaq. Yəni bu məsələni qoşmaq üçün bizə şəbəkə kabeli lazım olacaq. Belə bir şey tapmışam videonu çəkilmək üçün. Baxırıq bura təlimata. Təlimatda da göstərir ki, güc girişi NL. Güc girişi də bizdə hardadır? Buradadır. Rənglərini də uyğunlaşdırırıq. Vacib deyil ki, bu vilka olsun. Ola bilər ki, sizə elektrik orada sadəcə kabel atıb. Birbaşa kabeli soyub. Yaxşı olar ki, ucluq taxasınız kabelin üstünə. Xüsusi sıxacla sıxasınız. Mən indi bunu müvəqqəti eləyirəm deyə etmirəm. Amma yaxşı olar ki, ucluq qoyub sıxasınız, daha etibarlı olsun. Bu bizim güc kabelimiz. Bunu bağladıq. Təbii ki, baxırıq ki, faza qəhvəyidir. Mavi rəngdə də neytraldır standartlara uyğun olaraq. İndi nə edirik? İndi götürürük otaq termostatını. Ən bəsitindən başlayacağım. Bundan axırda smartını qoşacağıq. Qeyd etdiyim kimi bizə deməli kabel lazımdır. Üçlü bir şey olmalıdır. Belə bir 3-ün 0, 5-ə kabelim var. Bunu necə bağlayırıq? Yenə də rənglərə baxırıq. Birinci bizdə neytral gəlir. Gördüyünüz kimi. Göyü bağlayırıq neytrala. Yəni bu videodan sonra siz bunu bağlaya bilməsəz, mənim də sizə sözüm yoxdur. Sözüm yoxdur, Roşka.
Deyək ki, özünüzdə seçirsiniz ki, L1 və L hansı rənglərdə olacaq. Mən deyək ki, qəhvəyini bağlayıram L klemasına. Qaranı da bağlayıram L1-ə. İndi bizdə nə etmək lazımdır? Sadəcə buradakı deməli hərflərlə buradakı hərfləri üst-üstə kabel ilə bağlamaq. Mən qoşuluram deməli 5-ci klemaya. Misal üçün maraqlı olsun. Birdən başlamıram. Birinci təbii ki klemanın bütün vintlərini boşaldırıq. Şimdi boşaltmak lazımdır. Burada eləyirik. L bizdə qəhvəyi idi. Mən burada 5-ci termostata bağlayacağam. 1, 2, 3, 4, 5. 5-ci otaq deyə bilərik buna. 5-ci termostat deyə bilərik. 5-ci klema. Yəni mən bura bağlayıram. Nömrə 5-ə. Burada yazılıb hamısının üzərində. Məsəl üçün R1, R2, R3, R4, R5. Mavi bizdə N idi, neytral. Elə mavini N-ə bağlayırıq. Və qaranı da L1-ə bağlayırıq. Yəni burada xüsusi bilik, bacarıq. Bilik təbii ki, hər yerdə, hər peşədə lazımdır. Amma burada belə bir qeyri-adi bir şey lazım deyil. Ona görə deyirəm ki, bu elektrik bilməlidir bunu. Deməli, aşağı klemaya 2 dənə vint qalıb. Burada görürsünüz, aktuator işarəsi var və aktuator işarəsinin üzərində heç bir deməli L, N, plus, minus kimi işarələr yoxdur. Ona görə də burada kabel istər belə, istər belə. Necə rahatsa elə də bağlaya bilərsiniz. Bunun heç bir fərqi yoxdur. Bu klemanın içinə 2 aktuator bağlaya bilərsiniz. Maksimum, çünki yerləşməyəcək. Praktikada ümumiyyətlə 5 aktuator bağlamaq olar bir termostata. Nə edə bilərsiniz? Buradan sadəcə naqil çıxardıb qıraqda 5 dənə aktuatoru o naqilə calaya bilərsiniz. Və ya deyək ki 5 dənə termostat yerini istifadə eləmisiniz. 3 dənəsi boş qalıb. Misal üçün və siz aktuatorun ikisini bura və ikisini də əlavə harasa qıraqda calağı eləmədən etmək istəyirsiniz. O zaman nə etmək olar? Buradan L1-dən növbəti boş klemanın L1-nə körpə atırsınız kabel vasitəsilə və bura aktuatorları bağlayırsınız. Artıq bu klemanı da bu termostat idarə eləyəcək. Yəni buradan L1-dən bu L1-ə körpə atırsınız. Bu klemanı daha doğrusu bu klemanı bu klema idarə eləyəcək. Yəni bu qədər asan. Düşünürəm ki, burada da bir problem yoxdur. İndi biz məsələni elektrik cərəyanına qoşuruq. Hər şey düzdür. Yəni görürsünüz ki, qəhvəyi bizdə fazadır. Otaq termostatının vəziyyətinə baxaq və burada indikatorumuz olacaq. Yanmalıdır o işə düşəndə. İşıqlarımızı söndürürük. İşıqlarımızı söndürdük. 21,4 dərəcə otaqda temperatur var. Biz isə 21 dərəcəyə qoymuşuq. İndi qaldırırıq. İşə düşdü termostat və 5-ci işıq yandı. Bu da o deməkdir ki, yəni bizim 5-ci zonamız isitməyə başladı. Yəni bu indikatordur, əlavə informasiya verir. Bu yerdə biz aktuatorumuzu qoşduq. Aktuator dərhal açılmır. İndi aktuatorun açılmağına baxacağıq. Mənim üçün bu 5-6 dəqiqə çəkəcək, sizin üçün isə bir neçə saniyə. Və gördüyünüz kimi dostlar, aktuator açıldı. Aktuator adətən yarı açıq vəziyyətdə satılır
Bu da onun montajının rahatçılığı üçündür. Çünki bu altdakı ştok çox çıxsa siz onu demək kollektorun üstünə bağlamaqda çətinlik çəkəcəksiniz. İndi bu aktuator açıldı. İndi biz buradan temperaturu təzədən salırıq aşağı, bağlayırıq. Baxırıq görək aktuator nə cür bağlanır. Və gördüyünüz kimi dostlar, aktuator tamamilə bağlandı. Yəni əvvəl belə idi. Görürsüz, çıxıntısı var burada. İndi tamamilə bağlıdır. Yəni bunun necə işlədiyini hamımız gördük. İndi isə sizə bunun praktikada necə işlədiyini göstərim. Təbii ki, mənim kollektorum yoxdur. Amma kollektoru əvəz edəcək klapanım var. Klapanın oturacağı, aktuatorun oturacağı ilə identikdir və burada içəridə bunun ştoku var. Bunun bağlanmağını sizə göstərəcəm və siz başa düşəcəksiniz ki, bu proses necə baş verir. Yəni su buradan gəlir, burada klapan var. Aktuator bağlandıqca klapanı sıxır və keçidi bağlayır. Çox ağır basılır bu, amma aktuator bunun öhdəsindən gələcək. İndi isə götürürük aktuatoru. Aktuatorun içində belə bir üzük var. Bunu basmaqla bu üzüyü çıxartmalıyıq buradan. Deməli, bunu bağlayırıq bura. İndi bunu bura oturmaq üçün mən əvvəldən qeyd etdim ki, bu biraz açıq olur. Bunu bura bağlamaq üçün, rahat olmağı üçün lazımdır bu. İndi bizim aktuatorumuz bağlıdır. Biz bunu bura oturtmaqda çətinlik çəkəcəyik. Ona görə termostatı yenidən işə salırıq. Bu qalxır, sonra otuzdururuq üzərinə və sonra deməli prosesin necə baş verdiyini görəcəyik. Dostlar, aktuatorumuz tam açıldı. İndi sadəcə bunu vinçin üzərinə bağlayırıq. Görürsünüz, sərbəst hərəkət eləyir. Amma sərbəst hərəkət eləsə də altdakı deməli bu yiv tərpənmir. İndi mən sizə bunun necə bağlandığını əyani olaraq göstərəcəm. Bu dəqiqə deyək ki, belə bir vəziyyətdir ki, biz istəyirik ki, otaqda 25 dərəcə olsun, 23 dərəcə yarımdır. Ona görə də sistem çalışır ki, temperaturu 25 dərəcəyə qaldırsın. 25 dərəcəyə qaldırandan sonra bu ştok bağlanmalıdır. İndi biz süni şəkildə temperaturu salacağıq aşağı, termostat elə biləcək ki, kifayətdir və bunu bağlayacaq və bağlanmağını da bir yerdə görəcəyik. Və budur dostlar, gördüyünüz kimi keçid tamamilə bağlandı. Bu da o deməkdir ki, sistemə, boruya, radiatora istiliyin verilişi dayandırıldı. Və beləliklə də sistem temperatura nəzarət edir. Lazım olanda açır, lazım olmayanda isə bağlayır. Dostlar, aktuatorun necə işlədiyi və keçidi necə bağladığını gördük. İndi isə keçirik növbəti mərhələyə. Amma növbəti mərhələyə keçməzdən əvvəl deməli bizim bu aktuator idarə etmə panelini cərəyandan ayırırıq ki, o bizi birtəhər eləməsin. Növbəti mərhələdə nə edəcəyik? Deməli, Omiddən belə bir patron almışam. Y14 patronu. Y14'dür bu, bəli. Və belə bir kiçik lampa almışam. Bu bizə nə üçün lazımdır? Bizim indi laboratoriyamızda nasos yoxdur. Nasosu simvolizə edən lampa olacaq. Yəni nasos işləyəndə lampa yanacaq. Nasos işləməyəndə lampa sönəcək. Bunu da yəni sizə göstərmək üçün belə bir şey fikirləşmişəm. Yenidən işə saldıq. Aktuatorumuz işə düşdü. Burada işığı görürsünüz, yanır, sönür. Gözləyirik ki, bu işə düşsün. A few moments later. Və budur dostlar, gördüyünüz kimi sistem işlədi. Yəni nasos işə düşdü və dövriyyəmiz başladı.
Söndürəndə necə olur? Temperaturu aşağı salırıq və o dərhal sönür. Yenidən işə salsaq, yenə gözləməli olacağıq ki, sistem elə başa düşür ki, aktuatorlar açılmalıdır ki, mən dövriyyə nasosunu və kombini işə salım. Dostlar, bu mərhələdə biz deməli bu smart termostatı qoşacağıq bu panelə. Bunların ikisinin bir yerdə necə işlədiyini göstərəcəm sizə. Sonra bu günləri mağazadan götürdüyüm Kasın deməli NTC sensorunu qoşacağıq bura. Yəni bunun üçün bizə kabel lazımdır təbii ki. 3 dənə fərqli rəngimiz var burada. Birinci termostatın şuruplarını boşaldırıq. Rənglər burada birinci L gəlir. Yəqin ki bunu görürsüz. L daha doğrusu N üzürlü sayın. Birinci N'dir. Sonra qəhvəyi L'dir. Və sarı yaşıl da L1 olsun. Belə yadda saxlamaq mənim üçün daha rahatdır. Ona görə mən hər zaman bu şəkildə edirəm. Yəni N mavi, L qəhvəyi və sarı yaşıl L1. Həmin şeyi əvvəlki tək platanın üzərində, yəni tam o şəkildə edirik. Burada mən artıq bunu 8-ci otağa qoşacağam. Belə, elə belə maraqlı olsun. Mavini N-ə bağlayırıq. Neytral klemasına. L1 qəhvəyidir bizdə. Onu da qəhvəyiyə bağlayırıq. Bu videodan sonra kim desə ki, mən bunu qoşa bilmirəm. Mən də o adama sözüm yoxdur. Bu belə. Yəni qoşduq. NTC sensor necə qoşulur? Burada ümumiyyətlə bir çətin bir şey yoxdur. Heç bunu belə bağlamadan açmayacağım. Burada da yəni belə loru dildə desək, plus minusun fərqi yoxdur. Olmamalıdır ən azından. Çünki bir çoxlarında olmur. Yeri gəlmişkən başqa istehsalçılarda, misal üçün Danfossda arxadakı hərflər fərqlənir. Orada artıq L1 deyil, NC-dir və NO-dur. Baxırsınız otaq termostatınızın, daha doğrusu aktuatorunuzun arxasına görürsünüz, burada yazılıb normally closed. Yəni normalda bağlı. Yəni bu normalda cərəyan gəlməyəndə bağlıdırsa, siz Danfoss'un arxasında onu NC-yə qoşursunuz. Yəni bunun burada L1 məsələsi var. Orada artıq NC olacaq. Normalda açıq aktuatorlar ölkədə demək olar ki, yoxdur. Mən ən azından rast gəlməmişəm. Ona görə də digər termostatların arxasında NC-yə qoşursunuz. Danfoss ən çox populyardır bizdə. Və bütün istehsalçılarda bu fərqlənə bilər, amma bu qədər bəsit bir şeydir. Yəni termostatı qoşduq. İndi işə salırıq. İşığımız yandı. Termostat işə düşdü. Burada off-dur gördüyünüz kimi. Bunu yəni mobil telefona da qoşacağıq birazdan. İşə salırıq. Eşidirsiniz, bunun səsi də var. Artıq cihaz Wi-Fi axtarmağa başlayır. Ağ-qaralı ekrandayıq, xüsusi belə wow məsələlər yoxdur üzərində. Deməli, on elədik, bunu işə salırıq. Alov işarəsi gəldi, əl işarəsi var. Bu da o deməkdir ki, manual rejimdə işləyir. İndi gözləyirik ki, gecikmə aradan qalxsın. Burada görə bilərik ki, 2 dənə işıq yanır. İşıqlarımızı söndürsək, görərik bu məsələni. Görürük ki, 2 dənə işıq yanır, 5 ilə 8. Bu da o deməkdir ki, bizim
deməli otaqlarımız qızdırılmağa başladı. Bir müddət sonra nasos da işə düşməlidir. Nasosun yerinə bizdə lampadır. Sonra birini söndürəcəm otaq termostatını və görəcəksiniz ki, proses necə baş verir. Yəni bütün qoşulan cihazlar sönməlidir ki, nasos da sönsün. Gözləyirik. 2,000 years later. Və budur dostlar, nasosumuz işə düşdü. İndi biz nə edirik? Götürürük deyək ki, bunun temperaturunu aşağı salırıq. Bu sönəcək, nasos amma sönməyəcək. Görürsüz, onun işığı hələ də yanır. Bunun üçün deməli bu plataya qoşulan bütün otaq termostatları fasiləyə getməlidir ki, nasos sönsün. Nasos dərhal sönür. Baxın. Vəssalam. Yəni sistemimizi qoruyur. Yəni qazanı, kombini qoruyur qaynamalardan, nasosu qoruyur. Dövrəyə getməyəndə nasos qızıb sıradan çıxara bilər və həmçinin də yəni nasos boş-boşuna işləyib elektrik enerjisi yazmır. Yəni bu plata bu qədər bizə üstünlüklər verir. Dostlar, indi isə biz Kasın yeni smart termostatını mobil cihaza qoşacağıq. Bunun üçün təlimat lazımdır bizə. Təlimatda görürsünüz ki, iOS və Android-da istifadə eləmək olar bunu. Bunun üçün bizə əlavə mobil telefon lazım olacaq. Çünki biri ilə artıq çəkirəm. Və burada daxil olacaq Play Market-ə. Burada gördüyünüz ki, Tuya Smart var. Tuya Smart tətbiqini yükləyirəm. Ustanovit Tuya Smart. Bunu mobil telefonumuza qoşuruq. Daha doğrusu yükləyib quraşdırırıq. Budur dostlar. Yazmağa nail oldum. İndi bizim termostatımız sönüydü. Yəni off gördüyünüz kimi. Buradan nə edə bilərik? Slide on. Belə çəkirik sola və termostatımız aktivləşdi. Hal-hazırda tənzimlənən temperatur 19,5 dərəcədədir. Otağın temperaturu isə burada göstərir 25,3 dərəcədə. Gördüyünüz kimi burada da odur. Tənzimləməyə girsək görürük ki 19,5 dərəcədir. Yəni temperaturu necə qaldırırıq? Bəli, belə. Belə qaldırıb, belə düşürdürük. Sonra nə var burada? Nə var burada? Ona baxaq. Deməli Qaydaq termostatımıza. Burada nə edə bilərik? Təbii ki, termostatın adı çıxır. Bu 5, 10, 15, 20 dənə termostat ola bilər. Bu nə düymədir? Bu eko rejimdir. 16 dərəcədə saxlayacaq temperaturu. Mən belə başa düşürəm ki, misal üçün qabaqcadan bunu tənzimləsək, deyək ki 18 dərəcəyə. Okay. Bunu basanda 16-da olacaq. Evdən getdiniz, bunu bastınız, 16 dərəcədə saxladı. Bumbuz olmadı ev. Sonra burada nə var? Burada artıq görürsünüz, həftənin günləri var, 7 gün və həmin günlərdə hansı saatda, hansı dəqiqədə temperaturun nə qədər olmağını siz qoya bilirsiniz. Misal üçün, evdən haçan çıxırsınız, evə haçan qayıdırsınız. Burada belə bir köməkçimiz də var. Proqramı söndürürük buradan. Yəni, bu qədər. Telefondan idarə etmək üçün çox rahat, bəsit bir proqramdır. Heç artıq bir şey yoxdur. Yəni, sizin üçün burada bir çətinlik yaradacaq bir şey yoxdur. Yəni, yer sensorunun olub-olmamağı buradan artıq tənzimlənmir. Çox güman ki, o artıq birbaşa buradan tənzimlənir termostatdan. İndi onu yoxlayaq. Bunun üçün yenidən biz təlimata baxmalıyıq. Təlimatda deyir ki, termostatı kapalı duruma gətirin, yəni söndürün. Sonra 5 saniyə ərzində
Menü düyməsini basıb saxlayırıq və gəldi. Artıq buradakı hərflər burada göstərilir. CL bizdə deməli sıcaqlıq kalibrasyonudur. Bu bizə lazım deyil. CL. AH bizdə maksimum oda ayarları gedirik. Bizə lazımdır, deyək ki, biz sensorla ancaq idarə edək. Bax, qoyuruq bunu hamama. Çox vaxtı biz hamamlarda xarici divara, yəni dəhlizə qoyuruq termostatı, amma sensoru hamamın döşəməsinə yeridirik. Niyə görə? Çünki termostatı hamam otağında qoysa rütubətdən sıradan çıxa bilər. Ona görə də biz hamamları yalnız yer sensorundan deməli tənzimləyirik. Yer sensoruna gətirmək üçün bunu burada deməli biz gətirməliyik sen al bir dəqiqə gətirməliyik AH AL FH FL ondan sonra sen gəlir. In bizdə oda sıcaqlığı kontroludur. Burada al hamısıdır, həm otaq termostatı, həm yer sensorudur və out var. Burada görürsüz. Out da bizdə məhz yer sensorunu göstərir. Yəni indi biz bunu okeyləsək, bizdə termostat yalnız yer sensoru ilə idarə olunacaq. Söndürək, görək nə olur. Və budur. Biz qoyuruq, deyək ki, yer sensorunu 25 dərəcəyə. 25 dərəcəyə. Termostatı nədənsə görmür. Elə təəssürat yaranır. İşarə burada çıxdı ki, yerdən oxuyur temperaturu. Ayarladığımız temperaturu göstərir. Aha. 16,5 dərəcə. Mən başa düşə bilmirəm ki, niyə görə bu 0,0 göstərir bizdə. Ayarladığımız temperatur 20 dərəcədir. Burada da artıq çıxdı bu. Yəni burada da 20 dərəcəni göstərir. Sadəcə burada 0,0-dır. Niyə görə belə olur, bilmirəm. Bəlkə bizim yer sensorumuzu düzgün bağlamamışıq yerinə. Bir onu yoxlayaq. Çünki otaq temperaturunu burada da 0 dərəcə kimi göstərir. Elə təəssürat yaranır ki, sensoru görmür. 2,000 years later. Bilmirəm niyə belə olub. Maksimum oda ayar sıcaqlığı. Bir də problemi. Ola bilər ki, hansısa bir tənzimləməni düz eləmirəm mən. Ona görə də bu problemi yaşayıram. Bir-bir hamısının üstündən keçəcəyik. Deməli, bu bizdə temperatur kalibrasyonudur. Növbəti rejim bizdə maksimum oda ayarlar sıcaqlığı. 35 dərəcəyə qədər maksimum temperaturu qaldıra bilərik. Minimum oda ayar sıcaqlıq özəlliyi 5 dərəcə minimumdur. FH da bizdə deməli maksimum zemin sıcaqlıq döşəmənin maksimum temperaturu 40-dır, minimum temperaturu 5-dir. Sensor bizdə outdur, yəni yer sensorudur. Out. Xarici sensor sıcaqlıq kontrolu. OK. Keçdik. BL bizdə arka işıq modudur. Bunun işığı ekranın, bu bizə lazım deyil. PSI proqramdır, 7 günlük proqramdır və ya sadəcə 50 idarə etmədir. 0-ı seçdik. Sadəcə 50 idarə etmədir. Y5 bizdə optimum başlatı seçeneği. Mən türk dilində çox da yaxşı bilmirəm. Şimdi bunu buraxırıq. Başa düşmədim bunu. Donma önləmə seçeneği. Bu da donmaya qarşı rejimdir. İşə salırıq.
termostat sönülü olsa belə, yəni cərəyandan ayrılmamış, yəni off düyməsi ilə sönülü olsa belə, otaqda temperatur deməli aşağı düşsə 5 dərəcədən termostat işə düşəcək. Bax, bizə bu parametr lazımdır. NTC. Burada NTC 100 və 10 kiloohm arasında dəyişilə bilər. Bu da çox güman ki problem. Biz burada 10 yanıb, biz bunu 100 etməliyik. 100 edirik, söndürürük və indi proses başlamalıdır. Proses də başlamır. Başladı. Vəssalam. Sadəcə bu da plusdur. Bu nə plusdur? Plus ondan ibarətdir ki, bura bir neçə NTC sensor bağlaya bilərsiniz. Bu da yaxşıdır. Yəni əlinizin altında bir başqa, yəni 10 kiloohmluq olmayan sensor varsa, bura 100 kiloohmluğu da qoya bilərsiniz. Sən demə, məsələ ayarlarda idi. Ayarları burada tapa bilərsiniz. Düşünürəm ki, izləyicilərimin böyük əksəriyyəti türk dilini bilir. Bilməyənlər üçün burada ingilis dili var. Lap bilməyənlər üçün də düşünürəm ki, KAS-ın saytında girib bu təlimatı götürüb, copy-paste edib, deməli, translate-də, internetdə tərcümə eləmək olar. İndi bizim tənzimlədiyimiz temperatur 16 dərəcədir. Faktiki sensorun hiss elədiyi temperatur 28,5-dir. Mən əlimdə tuturam sensoru və temperatur dəyişməlidir. İndi baxırıq buna bir yerdə. Gördüyünüz kimi yavaş-yavaş temperatur qalxır. Bəli. Və bu şəkildə bunun sensorundan istifadə edə bilərsiniz. Və ya onsuz da belə deyək də, çox vaxt ustalar sual verir ki, sensoru necə tənzimləyirik? Müştəriyə bu sensor necə işlədiyi heç maraqlı deyil və sensor ancaq hamam otaqlarında istifadə edirik biz. Yəni qoyuruq, bayaq da qeyd etdiyim kimi, girişdə, hamamın girişində, yəni hamamın xaricində qoyuruq. Sensoru döşəməyə yeridirik və hamamın döşəmənin temperaturunu, yəni sensorla həyata keçiririk. Amma digər otaqlarda, harada ki laminat var və orada müəyyən temperaturu aşmaq olmaz. Orada biz ikili rejimi seçirik, hansı ki bu modeldə də var. Deyək ki, burada tənzimləyirik, maksimum zemin sıcaqlıq sınırları, yəni ki, maksimum döşəmənin temperaturunu qoyuruq, deyək ki, 30 dərəcə, o bizdə üst qata gəlir 28-29 dərəcə kimi çıxır. Amma müştəri ona müdaxilə edə bilmir. Müştəri son nəticədə yenə də havanın temperaturu ilə tənzimləyir. Yəni burada. O görmür ki, döşəmədə nə baş verir. O burada bunu 40 dərəcəyə də qaldırsa, döşəmə 30 dərəcəyə çatanda termostat artıq stop verəcək, söndürəcək ki, həddinə artıq çox qızdırmasın, laminatı, parketi, mühəndis lövhəsini sıradan çıxarmasın. Ona görə də yəni bu menunu bura əlavə etməyiblər, çünki o burada mənasızdır. Bunu bir dəfə usta tənzimləməlidir və biz deməli, yəni müştəri də bundan istifadə etməlidir. Təzədən giririk menyuya, seçirik. Deməli, deyək ki, sizə əyani göstərmək üçün seçirik. Maksimum zemin sıcaqlığı, bu bizdə FH-dır. FH. Burada 40 dərəcədir. Mən bu 40 dərəcəni salacağım, deyək ki, 29-a, 30-a salaq. Okey. Keçirik növbəti PSI, bizdə şeydir. Deməli, hardan götürəcək havanı? Bu öz sensorundan, xarici sensorundan və ya ikisindən birində. İkisini də seçmək üçün al seçirik və salam yandırırıq, söndürürük, yandırırıq və bizdə deməli istəyirik ki, deyək ki, 30 dərəcə olsun. 30 dərəcə. Okey, alışdı. Biz sensoru 30 dərəcəyə qoymuşduq. İndi bu otaqda bu tənzimlənən temperaturu göstərir, bu faktiki temperatur. İndi mən sensoru əlimlə tutacağam. Sensor 30-a çatanda
Bu sönəcək, amma otaq temperaturu görürsünüz də neçədədir. 27,7-dədir. Yəni, bu prosesi tezləşdirmək üçün nə edə bilərik, bilmirəm. Gördünüz, sensor tutdum, limitə çatdı, söndü. Bu da döşəməni qorumaq üçündür. Düşünürəm, bu belə, yəni bunu başa düşdük, çox yaxşı qurğudur, qiymətindən xəbərimiz yoxdur. Hələ ki, çünki bu videonun əvvəlində qeyd etmişdim, bir ədəd nümunədir. Amma bu cür mobil telefonla idarə etmək olar. Xarici görünüşü də pis deyil. Düşünürəm ki, yaxşı olardı ki, bunun qara modeli də olsun. Qeyd edim ki, bunun üzəri, ümid edirəm ki, kas bizdən inciməyəcək, belə eləyim. Bunun üzəri şüşədir, plastik deyil. Yoxsa plastikdir, bilməm. Axır taktiki çox qəşəng bir şeydir. Bunun düşünürəm ki, qara modeli olsaydı daha çox alıcısı olardı. Çünki trenddədir bu dəqiqə qara, boz rənglər. Ağ bir qədər bəsit görünə bilər, amma yəni yenə də deyirəm, pis deyil. 1 sm çıxıntısı var divardan. Vəssalam, yəni istədiyiniz bütün funksiyalar var üzərində. Dostlar, deməli videonun sonuna gəldik, çatdıq. Növbəti videolarımızın birində digər kasın məhsulu haqqında danışacağıq. Bu radiator üçün smart termostatdır, batareya ilə işləyir və radiatorlarınızı hər birinizi ayrı-ayrılıqda idarə edə bilərsiniz. Belə bir maraqlı ekranı var bu məsələnin. Yəni bunu qoşursunuz bura. İstəyirsiniz radiatorun üzərində qalsın, burada tənzimləyin. İstəyirsiniz belə altlığı var. Divara qoyursunuz bunu, divara bərkidirsiniz, asırsınız bura və divardan simsiz olaraq deməli radiatorunuzu idarə edirsiniz. Həmçinin də bu məsələni mobil telefona da qoşub bütün evin radiatorlarını mobil telefonla idarə edə bilərsiniz. Yəni bir köhnə sistemimiz var. Kastan bu cür termostatın bağlandığı vintili alırsınız, radiatorlarınızın vintilini dəyişirsiniz, bu qurğunu qoyursunuz radiatorun üstünə və hər bir radiatoru fərdi şəkildə tənzimləyirsiniz. Bu da sizə təbii ki, komfort və böyük bir ekonomiya yol açır. Amma bu məhsul haqqında videomuz sonra olacaq. Yəni indi danışmayacağam. Növbəti videoların birində bu məhsul haqqında sizə danışacağam. Növbəti videoların birində bu məhsul haqqında danışmaq üçün bu videodan geri dönüşləri gözləyirəm. Yəni baxışlarım çox azdır səhifədə. Baxmayaraq ki, bu səhifə Azərbaycanda bir çox yenilikləri açıb izləyicilərinə göstərir. Kanalın izləyicisi də azdır, baxış sayı da azdır və əgər video baxış toplamasa, like, komment toplamasa, növbəti videonu çəkməkdə məna görməyəcəm. Çünki əziyyətim boşa getmiş kimi düşünəcəm. Ona görə də dostlar, bu video sona qədər, bu yerə qədər baxdınızsa, özünüz üçün nəsə öyrəndinizsə, böyük bir əziyyət deyil. Bir like qoyun, bir komment yazın, bir nöqtə göndərin heç olmasa və mən başa düşüm ki, siz baxırsınız, bu sizə lazımdır, maraqlıdır və mənim əziyyətim hədərə getməyib. Bu qədər dostlar. Özünüzə yaxşı baxın. Yoxdur, qoy qalıb.